Çox zaman valideynlər bizə belə bir sualla müraciət edirlər ki, övladım epilepsiyadır, amma nə qədər EEG müayinəsi etmişik, elektroensefaloqramma zamanı hər bir şey normaldır, uşaqda patoloji dalğalar yoxdur. Bu necə ola bilər? Əziz valideynlər, epilepsiya klinik bir tablodur, klinik bir diaqnozdur. Yəni bəzən ola bilər ki, biz onu EEG-də həmin o deşarjları, yəni patoloji dalğaları görməyə bilərik. O demək deyil ki, bu uşaq sağlamdır. Əsas olan klinikadır. Əsas olan bu uşaqda epilepi tutmanın baş verməsidir. Əgər epilepi tutma varsa, EEG normal olsa belə avtomatik biz müalicə təyin edirik. Və yaxud da əksinə, bəzi hallarda isə uşaqda heç bir nevroloji şikayəti yoxdur, heç bir epilepi tutma yoxdur, tamamilə sağlam uşaqdır. EEG müayinəsi zamanı hər hansı bir patoloji dalğalar çıxır. Bu zamanda həmin uşağı antiepileptik dərmanlarla müalicə etmək qəti şəkildə doğru deyil. Çünki bu bəzən normal uşaqlarda belə görünə bilər. Əgər o uşağın irsiyyətində epilepsiyadan əziyyət çəkən insanlar varsa, o uşaq normal olsa belə baş beyində müəyyən dalğalar, patoloji dalğalar çıxa bilər. Amma təəssüflər olsun ki, çox zamanlar görürük ki, tam sağlam uşaqdır, beyində ocaq var deyib başlayırlar müalicə təyin etməyə. Çox təəssüflər olsun ki, bəzən görürük ki, uşağın baş beyni EEG-si patolojidir, amma uşaq tam sağlamdır. O uşağa müalicə təyin edirlər. Bu çox səhv bir yanaşmadır.